Peyğəmbər buyurub ki, 40 gündə bir dəfə ən azı mömin üçün bir çətinliyi var. Ən azı 40 gündə bir dəfə. 1-2 ildə bir dəfə biraz mühüm çətinliyi var. 1-2 ildə bir dəfə biraz mühüm çətinliyi olur, olmalıdır. Və mömin üçün deyəndə demək ki, mən elə öz övladlarımla da danışanda deyəm ki, elə bilməyin ki, məsələn, cavansız deyəsiniz ki, məsələn, gəldi, işə düşdükdə, məsələn, Allaha qoşuldu, filan kəsin oğlu oldu, filan oldu, bu çətinliklər. Xeyr, çətinliksiz adam yoxdur. Çətinliksiz adam yoxdur. Bir adam eşitsə, ola bilər sənə elə gəlsin, amma çətinliksiz insan yoxdur. Möminlərlə isə hesabı başqadır. Buna 40 gündən bir deyib, bəlkə ona elə həftədə bir dəfə verir. Buna deyir ki, 40 gündə bir dəfə ən az olmalıdır. Düzdür, bunları da azalda bilərik sədəqə ilə. Çalışın, sədəqə verin. Bir adam əlini atırsa cibinə sədəqə verməyə, kasıblar da sədəqə versin. Əsəbləşdirimdə qoyun cəmatı. Sonra yazırlar, acından bu deyir sədəqə verir. Din belədir də qəribədir. Deyirsən, kasıbam imamın yanına gedir, get xərcdə. Deyir, kasıbam, pulum yoxdur, çörək tapmıram. Deyib, balaca, nədənsə olsa sədəqə ver ki, ruzun artacaq. Xərcləməklə artır. Əzizlərim, qurban olun, ruzu xərcləməklə artır. Bu qaydanı yadda sağ.